Sənin BMW-in güclüdür deyirsən, onda sənin bunlardan heç xəbərin yoxdur. Siyahını balaca Rembo ilə açırıq. M2 CS 450 at gücü, 0-dan 100-ə cəmi 4 saniyə, qiymət isə $90.000. Boyu balaca, amma xüsusiyyətini Pitbull'dan götürüb. Əsl bağça Rembosudur. Növbədə M4 CSL 543 at gücü, 3.6 saniyədə 100-də. Bu maşın yox, steroidli monsterdur. Arxa oturacaq, silinib, karbon hər yerdə. Qiymət isə $140.000. Qanadını qoy, qırıcı əvəzə istifadə et. BMW M5 CS. Bu ailə maşınıdır deyirlər. Amma 635 at gücü ilə Ferrari'nin liderlik xəyallarını alt üst etdi. 0-dan 100-ə 3 saniyə, qiymət $145.000. Uşaqları məktəbə apararkən yolda superkarlara dərs keçmək, atalıq bu cür olmalıdır. M8 Competition James Bond kimidir, klasik və təhlükəli. 625 at gücü, 3.2 saniyədə 100-ə, qiymət $135.000. Bu kupeni sürmək puldan çox cəsarət tələb edir. Və zirvədə BMW XM Label Red, crossoverin cildində gizlənmiş döyüş tankı. 748 at gücü ilə 100-ə, cəmi 3.6 saniyə çatır. Və onu siz $185.000 alandan sonra uşağı bağçaya apararkən yol üstü rekord qoymaq üçün problemsiz Nürburgringə dəyə bilərsiniz. Pul lazım olmasaydı hansını götürərdin?